Bu günlərdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində tədbir keçirilib. Nümayəndəliyin akt zalında keçirilən tədbirdə Ağcabədi rayonu üzrə təhsil sektorunun nümayəndəsi, şəhər məktəblərinin direktor və psixoloqları, şəhər cümə məscidinin axundu və rayon sakinləri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Fikrət Allahverdiyev son zamanlar rayon ərazisində baş verən bir sıra cinayətlərdən söz açaraq bildirib ki, ibtidai istintaq dövründə aşkar edilmişdir ki, şəhər icra nümayəndəliyi tərəfindən yurisdiksiya üzrə yaşayan sakinlərə ailə məişət zəminində yaranmış münaqişələrin aradan qaldırılması, cinayətkarlığa qarşı mübarizənin lazımi səviyyədə aparılması, sakinlərin cinayətdən çəkindirilməsi və cinayət əməllərinə görə tətbiq ediləcək cəzanın onların diqqətinə çatdırılması üçün maarifləndirmə işləri zəif aparılır və mütəmadi profilaktik söhbətlərin həyata keçirilməsi təmin edilmir. Ona görə də qeyd edilən halların nəzarətdə saxlanılması ilə gələcəkdə həmin hallara yol verilməsinin qarşısının alınması, bu qəbildən olan cinayətlərin, qanun pozuntularının və onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün mühüm önləyici əhəmiyyət kəsb edir. Bu kimi problemli ailələrin nəzarətdə saxlanılması işində məktəblərin də böyük rol oynaya biləcəyini qeyd edən Fikrət Allahverdiyev, tədbirdə iştirak edən məktəb direktorlarına, eləcə də psixoloqlara müraciət edərək bu cür hallarla bağlı aidiyyəti üzrə ilkin məlumatların verilməsini xahiş edib. Sonra mövzu ətrafında rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, Cümə məscidinin axundu Röya Balayev, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mehman Novruzov, rayon Ağsaqqallar Şurasının üzvü əməkdar müəllim Zəhra İbrahimova çıxış edərək öz fikirlərini bildiriblər. Qeyd olunub ki, sözü gedən məsələlər təkcə şəhər icra nümayəndəliyinin iş görməsi ilə bitməməli, rayonun ağsaqqalları, ziyalıları da hər zaman öz mövqeyini bildirməli, maarifləndirmə işləri aparmalı, həmçinin aidiyyəti qurumları məlumatlandırmalıdırlar ki, problemlərin qarşısı vaxtında alına bilsin, cəmiyyətimiz sağlam və güclü olsun. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.